Anar bəy, bir məsələ də Ukraynanın Avropa İttifaqına üzvlük məsələsidir və Avropa İttifaqı nümayəndələri bu məsələni son günlərdə yenə də aktual şəkildə gündəmə gətirirlər. Misal üçün Kaya Kallas deyir ki, bu onların təhlükəsizliyinə təminat olacaq, çox vacibdir. Macarıstandan isə dərhal məsələyə reaksiya verildi. Xarici İşlər Nazirliyi səviyyəsində bildirildi ki, biz buna imkan verməyəcəyik. Düzdür, nəticə etibarilə Macarıstan etməyəcəyik desə də, sonda Avropa İttifaqı ilə konsensus əldə etməyə məcbur qalır. Amma bugün Avropa İttifaqı özü, yəni Macarıstandan kənarda belə Ukraynanı Avropa İttifaqına üzv etməyə hazırdırmı bu durumda, bu vəziyyətdə? Düzdür, müəyyən tarix qoyurlar ki, 2028-ci ilə qədər, amma müharibə nə zaman bitəcək, nə zaman bu proseslər sakitləşəcək, bununla bağlı proqnoz demək də mümkün deyil axı. Burada bir neçə istiqamət var. Birincisi, Avropa İttifaqı həqiqətən səmimi olaraq Ukraynanı qəbul etməyə hazırdırmı? Bu sual maraqlı sualdır. Mən hesab edirəm ki, bu sualın cavabı təəssüf ki, müsbət deyil. Ukrayna Avropa İttifaqı hələ ki, yalnız bəyanatlar səviyyəsindədir. Görürsünüz, Kaya Kallas açıq şəkildə 2028-dən danışır. Niyə daha çevik sürətdə bu prosesləri daha sürətli şəkildə həyata keçirməklə bağlı addımlar atıla bilər. Atılırmı? Atılmır. Ukrayna tərəfinin üzərinə müəyyən öhdəliklər qoyulur ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ondan sonra xüsusilə də qanunların, qanunvericiliyin aliliyi ilə bağlı məsələlər bugün Ukrayna qarşısında çox ciddi bir problem kimi qoyulur. Hansı ki, müharibə şəraitində qanunların aliliyinin təmin edilməsi ilə bağlı kifayət qədər ciddi problemlərin olduğunu Avropa tərəfi də çox yaxşı anlayır. Yaxud da müzakirə mövzularından biri deməli Ukraynanın müəyyən şərtlər daxilində və bir neçə illik deməli özünü doğruldacağı ilə bağlı şərti qəbul etməklə qəbul edilməsini, yəni bunu belə adlandıraq, deməli müəyyən dövr üçün sınaq müddətinə qəbul etməklə bağlı məsələlər müzakirə olunur. Ukrayna tərəfini siz bu qədər bəlalara gətirib düşar etdiniz. Əsas hədəflərinizdən biri də və etdiyiniz vədlərdən biri də Ukraynanın Avropa Birliyinə, Avropa ailəsinə üzv olması ilə bağlıdır. İndi isə ən yaxşı halda siz 2028-dən və həm də sınaq müddətindən danışırsınız. Bu artıq onu göstərir ki, bəli, mən hesab edirəm ki, Ukrayna dövlətinin Avropa İttifaqına üzv qəbul olunması ilə bağlı qərbdə bir mənalı mövqe mövcud deyil. Hələ ki, buna hazır deyirlər. İkincisi, Avropa İttifaqının özünün daxilində buna qarşı kifayət qədər əks mövqedə olan tərəflər var. Onlardan elə başlıcası da Macarıstandır. Bəli, Macarıstan açıq şəkildə bəyan edir ki, kifayət qədər əks mövqedə olan deyə bilərikmi? Çünki çox da kənara çıxmalar yoxdur. Macarıstan nümunəsində zaman-zaman biz bunun şahidi oluruq. Slovakiya nümunəsində ola bilər. Varmı əllə sayılacaq Serbiya? Yəni bir 10 barmaq sayacaq qədər ölkə varmı ki, bir mənalı şəkildə bugün Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı orada bir ölkənin olması bəs eləyir ki, Avropa İttifaqının bəli, deməli mövcud əsasnaməsinə, nizamnaməsinə əsasən Avropa İttifaqına üzv ola bilməsin. Bir ölkənin olması bəs eləyir. Amma təbii ki, bu bir deyil, bir neçədir. Bu bir. İkincisi, burada yanaşma ondan ibarətdir ki, Macarıstanın mövqeyi qətidir. Çünki Ukraynanın Avropa Birliyinə qəbulunu Avropanın Rusiya ilə münaqişəyə cəlb olunması perspektivi kimi görür, təhlükəsi kimi görür və başlıca təhlükənin də məhz Şərqi Avropa ölkələrinin olacağını bəyan edir açıq şəkildə. Mərkəzi və Qərbi Avropa ölkələrinin sığorta olunduğunu bəyan edir və ona görə də bu addım atmayacağını bilir. Anar bəy, bunu o baxımdan sual eləyirəm ki, adətən biz bilirik ki, Macarıstana da Avropa İttifaqı ölkələrinin təzyiq üsulları var. Bu vaxta qədər sanksiyalar paketlərini tətbiq edərkən də Macarıstan etirazlarını bildirib, zaman-zaman anti-Rusiya koalisiyasına qoşulmaq istəməyəndə də Avropa İttifaqının bu təzyiq rıçaqları işə düşüb. Yəni, növbəti dəfə Avropa İttifaqına Ukraynanın üzvlük məsələsi gündəmə gələndə həmin o təzyiq rıçaqları işə düşə bilməzmi? Avropa İttifaqında millətçilik əhval ruhiyyəsi kifayət qədər genişlənməkdədir. Cəmiyyət arasında, ayrı-ayrı dövlətlərdə və siyasi proseslərdə də kifayət qədər geniş artıq öz əksini etdirməkdədir, inikas etdirməkdədir. Yəni, seçkilərdə millətçilər sürətlə nüfuz qazanmaqdadır. Nəticə etibarilə qısa müddətdən sonra, məsələn 2028-ci ilə qədər Avropa İttifaqının əsas dövlətlərində millətçilərin əsas söz sahibi olub-olmayacağı ilə bağlı məsələ kifayət qədər sual altındadır və əgər millətçilər daha çox səs qazanarsa, nüfuz qazanarsa, o halda mən hesab edirəm ki, Avropa İttifaqının təsisatları özü belə Macarıstan mövqeyisinə ən azı yaxın bir yanaşma
yanaşma nümayiş etdirəcəklər. Ona görə də bunu Ukrayna da çox yaxşı anlayır. Eyni zamanda Ukrayna tərəfi Zelenski çox gözəl bilir ki, artıq Avropa müharibədən bezib, yorulubdur və Ukraynanın apardığı müharibədə açıq şəkildə bir tərəfə çevrilmək istəmir. Ona görə də mümkün qədər sürətli, heç olmasa Avropa İttifaqının üzvlük məsələsini həll etməyə çalışır. Çox gözəl anlayır ki, NATO məsələsi alınmayacaqdır. NATO məsələsi ilə bağlı problem kifayət qədər böyükdür. Ona görə də bu proseslərdə mən hesab etmirəm ki, Macarıstan tək olacaqdır və Macaristana təzyiqlər etməklə onu mövqeyindən döndərmək mümkündür. Macarıstan bir sıra məsələlərdə indiyə qədər də, məsələn, Rusiya neftinin alınması ilə bağlı məsələlərdə bu günə qədər də Avropa Brüsselə qarşı özünün qəti mövqeyini ortaya qoyubdur və bu mövqeyi də qəbul elətdiribdir. Ona görə də Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi mən hesab edirəm 2028-ə qədər çox çətin bir məsələdir.